Bizim beynimiz ümumiyyətlə əksər hallarda instinktiv və yaxud intuitiv deyək buna frazalarla, siqnallarla işləyir. Məncə məhdud rasionallıq insanın hər hansı bir sərhəddə qədər qərar verə bilməsi deməkdir. İnformasiyanı necə qəbul edib, necə analiz etməsi koqnitiv iyerarxiya kimi düşünürəm. Məncə məhdud rasionallıq hansısa bir insanları öz uğruna görə dərəcələrlə ayırılmasıdır. Müəyyən müddət ərzində biz düşünürük. Məsələn, ixtisası necə inkişaf etdirə bilərik gələcək həyatımızda? Bu nümunə göstərə bilərəm. Bir insan görür ki, hansısa bir məhsul bahalıdırsa, deməli bu mütləq, yəni keyfiyyətli, yaxşı olmalıdır, amma əslində gördüyümüz kimi belə deyil. Məncə təlqin ümumiyyətlə manipulyasiya kimidir. İnsanların fikirlərini, düşüncələrini müəyyən istiqamətdə yönəltməyə çalışırlar. 2x2 mayın 11-i saat 14-də Mədəniyyət kanalında.